Salam əziz izləyicilər. Bugün çoxlarını maraqlandıran mövzuya toxunacağıq, rayonlarda pensiyalar nə vaxt veriləcək sualına cavab tapacağıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu, yəni də SMF, noyabr ayının pensiya ödənişləri ilə bağlı rəsmi açıqlama yayıb. Rəsmi məlumata görə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənişi artıq həyata keçirilib. Bu bölgələrdə vətəndaşlar pensiyalarını 8-dən 15-nə qədər olan tarixlərdə plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə biliblər. Bəs rayonlarda vəziyyət necədir? Dövlət Sosial Müdafiə Fondu bildirir ki, Respublikanın digər bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikası, Gəncə, Lənkəran, Quba, Şəki, Mingəçevir, Şirvan, Bərdə və digər rayonlarda pensiya ödənişləri ayın 20-28 arasında həyata keçiriləcək. Bu o deməkdir ki, bölgələrdə yaşayan pensiyaçılar noyabrın 20-dən etibarən bankomatlardan öz vəsaitlərini əldə edə biləcəklər. Fonddan verilən məlumata əsasən pensiya ödənişləri mərhələli şəkildə aparılır və vəsaitlər tam şəkildə təyinatı üzrə çatdırılır. Bundan başqa Dövlət Sosial Müdafiə Fondu qeyd edir ki, pensiyaların vaxtında və tam şəkildə ödənilməsi üçün mütəmadi monitorinqlər aparılır. Əgər hansısa bölgədə texniki gecikmələr yaranarsa, vətəndaşlar dərhal Dövlət Sosial Müdafiə Fondunun 142 çağrı mərkəzinə müraciət edə bilərlər. Qeyd edək ki, son illərdə də SMF elektron sistemlər üzərindən fəaliyyətini genişləndirib. Artıq hər bir pensiyaçı öz pensiya məbləğini, hesablama tarixini və ödəniş tarixini e-Sosial Az portalı vasitəsilə onlayn şəkildə yoxlaya bilər. Mütəxəssislər bildirirlər ki, bu addım həm şəffaflığı artırır, həm də vətəndaşların bank və poçt şöbələrində yaranan sıxlığını azaldır. Yəni demək olar ki, pensiya sistemi bugün tam elektron idarə etməyə keçid mərhələsini uğurla başa vurub. Beləliklə, bir daha xatırladaq, Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar artıq ödənilib. Rayonlar üzrə isə ödənişlər noyabrın 20-dən 28-dək aparılacaq. Vətəndaşlar pensiyalarını plastik kart vasitəsilə bankomatlardan əldə edə bilərlər. Əgər siz də pensiya alan və ya bu mövzuda maraqlanan şəxsinizsə, kanalımıza abunə olmağı, videonu bəyənməyi və bildiriş zəngini aktiv etməyi unutmayın. Yeni məlumatlar və sosial xəbərlər üçün bizi izləməyə davam edin. Təşəkkür edirik, növbəti videoda görüşənədək.